Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədovla bağlı sensasiyalı fakt üzə çıxıb. İcra başçısı vaxtilə Dövlət Sərhəd Xidmətinin Şəmkir istiqamətində yerləşən sərhəd zastavasında dəstə komandiri vəzifəsində çalışarkən tabeçiliyi altında olan zabitlərdən biri qaçaqmalçılar tərəfindən girov götürülür. Əhmədov zabiti xilas etmək üçün müxtəlif tədbirlərə əl atsa da cəhdləri uğursuz olur. Keçmiş zabitin bildirdiyinə görə vəziyyətin çıxılmaz olduğunu görən Əhmədov çox ağır, lakin qəhrəmanlıq nümunəsi sayılacaq bir qərar qəbul edir. O, öz zabitinin həyatını xilas etmək üçün şəxsi təhlükəsizliyini düşünmədən özünü girov kimi təklif edir. Yəni qaçaqmalçılarla aparılan danışıqlar nəticəsində zabit azad edilir, əvəzində isə komandir özü girov qalır. Hadisənin bir çox detalları bugün də ictimaiyyətə açıqlanmır. Bunun səbəbi isə əməliyyat sirləri və dövlət təhlükəsizliyi ilə bağlı məqamların olmasıdır. Lakin məlum olan budur ki, sonradan həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçı zərərsizləşdirilir və Araz Əhmədov girovluqdan azad olunur. Qeyd edək ki, 1963-cü il təvəllüdlü Araz Əhmədov ehtiyatda olan Təhlükəsizlik Xidməti general mayorudur.